Hər birinizi salamlayıram. Bugün biz həyatın ən sirli, ən dərin məqamlarından birinə toxunacağıq. Dünyadakı son anlarımıza və axirətə attığımız o ilk addıma. Gəlin, bu səyahətdə birlikdə anlamağa çalışaq. Görəsən bizi nə gözləyir? Yəqin ki, bu sual gec-tez hamımızın ağlından keçib. Can verərkən, yəni bu dünya ilə o biri dünya arasında qaldığımız o qısacıq anda gözümüzün önündə hansı mənzərələr canlanır? Bax, bu keçid anının xüsusi bir adı var, ehtizar. Bu söz dünyadakı həyatımızın son pərdəsi, axirətin isə işq pilləsidir. Yəni bu sadəcə bir son deyil, əslində tamamilə yeni bir başlanğıcın astanasıdır. Deməli, ehtizar nədir? Bu, ölümün artıq qapını döydüyü və ruhu aparacaq mələklərin gəldiyi andır. Həmin məqamda insanın, deyək ki, mənəvi gözü açılır və o, axirət aləmindən bəzi şeyləri görməyə başlayır. Məhz buna görə də deyilir ki, o anda artıq tövbə qapıları bağlanır. Niyə? Çünki iman artıq bir seçim olmaqdan çıxır, gözlə görülən, qaçılmaz bir həqiqətə çevrilir. Bunun ən bariz nümunəsi yəqin ki, hamımızın bildiyi Fironun hekayəsidir. O, dənizdə boğularkən iman gətirdim deyə qışqırdı. Amma artıq çox gec idi. Çünki o həqiqəti sərbəst iradəsi ilə seçmədi, sadəcə olaraq onunla məcburən üz-üzə qaldı. Yaxşı, bəs insan o son anlarda konkret olaraq nə görür? Rəvayətlərə görə insanın şahid olduğu 5 əsas çox mühüm görüntü var. Gəlin indi bu 5 mərhələyə bir-bir nəzər salaq. Deməli, insan ilk olaraq bərzəx aləmindəki yerini görür. Sonra ruhunu almağa gələn mələklərlə qarşılaşır. Ardınca həyatı boyunca yolunu getdiyi ilahi rəhbərlər gəlir. Bundan sonra isə şeytanın son sınağı başlayır və nəhayət ömrü boyu nəyə dəyər veribsə onlar canlanaraq qarşısına çıxır. Təsəvvür edin, ilk olaraq insana bərzəxdəki məkanı göstərilir. Hələ ruh bədəndən tam çıxmamış, ona ya cənnət bağlarından bir mənzərə, ya da cəhənnəm çuxurlarından bir səhnə göstərilir ki, hara getdiyini bilsin. İkinci görüntü isə ölüm mələkləridir. Amma onlar hamıya eyni cür görünmür. Əməllərinə görə möminlərə rəhmət mələkləri gülümsəyərək, günahkarlara isə qəzəb mələkləri dəhşətli bir şəkildə görünür. Və gəldik 3-cü mərhələyə. Bəlkə də bütün bu prosesin ən həlledici, ən mühüm anı budur. Müqəddəs şəxsiyyətlərin, yəni Peyğəmbər və imamların gəlişi. Həyatını onlara sevgi və bağlılıqla yaşayan bir mömin üçün bu inanılmaz bir təsəlli anıdır. Bütün ömrü boyu sevdiyi, yolunu gözlədiyi o simaları görmək, dünyadan ayrılmağın bütün ağrısını, kədərini yox edir. Bu, əslində bir vida deyil, əsl bir qovuşma anına çevrilir. Baxın, bu söz İmam Əli haqqında deyilib və bu vəziyyəti mükəmməl izah edir. Necə olur ki, eyni bir sima bəziləri üçün böyük bir nemət və sevinç, digərləri üçün isə böyük bir əzab və peşmançılıq olur? Cavab çox sadədir. İnsanın dünyada hansı tərəfdə olmasından asılıdır. Amma medalın bir də o biri üzü var. Ömrünü bu ilahi rəhbərlərə düşmənçiliklə keçirən birisi üçün bu qarşılaşma dəhşətli bir əzabdır. Bu, onların qarşısında duyulan dərin bir utanc, bir xəcalət anıdır. Həmin an anlayırlar ki, əslində bütün həyatlarını səhv yola sərf ediblər. 4-cü görüntü isə bəlkə də ən kritik, ən təhlükəli andır. İnsanın imanının son imtihanı. Şeytan bilir ki, bu onun son şansıdır və bütün gücü ilə hücuma keçir. Bunu daha yaxşı başa düşmək üçün gəlin bir alimin nəql etdiyi hadisəyə baxaq. Alim deyir ki, can verən tələbəsinin başının üstündə idim və ona imanın şəhadətini, yəni La ilahə illallah kəlməsini təlqin edirdim. Amma tələbənin reaksiyası çox qəribə idi. O, hər dəfə bu kəlməni eşidəndə üzünü yana çevirib deyirdi, yox, deməyəcəm, onu sındırmayacam. Alim heç nə başa düşmürdü. Tələbə nədən danışır? Biraz sonra tələbə güclə özünə gəlib izah edir ki, şeytan onun dünyada çox sevdiyi, çox dəyər verdiyi qiymətli bir saatı əlində tutub və deyirmiş ki, əgər La ilahə illallah desən, bu saatı sındıracağam. Görürsünüzmü, şeytan nə qədər hiyləgərdir. İnsanın ən zəif yerindən, onun dünyaya olan bağlılığından istifadə edərək, son anda belə onu yolundan döndərməyə çalışır. Və beləcə gəlib çatırıq sonuncu, yəni 5-ci görüntüyə. Bu, bir növ həyatın hesabat anıdır. Bu mərhələdə insanın ömrü boyu topladığı 3 əsas şey, mal dövləti, övladları və əməlləri canlanaraq onunla danışmağa başlayır. İnsan birinci var dövlətinə üz tutur deyir, bütün ömrümü sənə sərf etdim, mənim üçün nə edə bilərsən? Sərvəti cavab verir, mən sənin üçün ancaq bir kəfən verə bilərəm. Sonra övladlarına baxır, onlar deyir, biz səni çox sevirik, amma səni yalnız qəbr evinə qədər apara bilərik. Və nəhayət insan yaxşı pis əməllərinə özünü çevirir. Onlar deyir, narahat olma, biz səninləyik, qəbirdə də,
qiyamətdə də əbədiyyən səninləyik. Bax, insanın əsl yoldaşının kim olduğu o an bəlli olur. Yaxşı, bütün bu mərhələləri bir yerə yığsaq, ortaya necə bir mənzərə çıxır? Görürük ki, ehtizar anı əslində hər kəs üçün eyni deyil. İki fərqli insan tipi üçün tamamilə fərqli iki təcrübə yaşanır. Mömin üçün bu an rəhmət mələklərinin müjdələri ilə başlayan, sevdiklərinə qovuşduğu və ruhunun bir ipək parçadan tük çəkilirmiş kimi asanlıqla bədənindən ayrıldığı bir hüzur anıdır. Lakin günahkar üçün bu an, qəzəb mələkləri ilə qarşılaşdığı, ruhunun tikanlı bir kolu islanmış yundan çıxarılmış kimi zorla qoparıldığı və əzabının daha dünyadan ayrılmadan başladığı bir dəhşət anıdır. Hər kəsin sonu yaşadığı həyatın birbaşa güzgüsüdür. Bütün bunlardan sonra əsas sual artıq bizim özümüzədir. Biz bu qaçılmaz və əbədi səyahət üçün özümüzə hansı yoldaşı hazırlayırıq? Bizi qəbrin qapısında tərk edəcək olanları, yoxsa bizimlə əbədiyyən qalacaq olanı? Bu barədə düşünməyə həqiqətən də dəyər.